Deyirlər bəzi maşınlar var ki, köhnəlmir. Onlar yaşlanır, amma dəyərdən düşmür. Bu gün danışacağımız maşın isə bir dövrün simvoludur. Bəli, söhbət gedir Mercedes-Benz W210 modelindən. Bizdə ona bir ad veriblər, dörd-göz. Amma sual budur, 30 ilin maşını almağa dəyər, yoxsa artıq keçmişdə qalıb? Dizayn niyə hələ də hörmət görür? 1995-ci ildə təqdim olunan bu model öz dövründə inqilab idi. 2 oval fara və salam, tarix yazıldı. Bu dizaynı ilk dəfə görəndə insanlar şoka düşmüşdü. Çünki əvvəlki nəsil olan Mercedes-Benz W124 daha sərt və klassik idi. W210 isə daha yumşaq, daha aerodinamik və daha prestijli görünürdü. Bu gün daha küçədə sərgiyə W210 görəndə hamı dönüb baxır. Çünki bu maşında bir aura var. İndi isə gəlin motorlara baxaq. Hansı alınmalıdır? W210-un ən məşhur mühərrikləri 2 benzin, 2.4 V-abraz, 2.6, 3.2, 3 dizel, 4.3, 5.5 və bu mühərriklər 7.3-ə qədər gəlib çıxır. Ən dözümlü variantlardan biri M111 seriyasıdır. Sadə quruluş, ucuz təmir, ehtiyat hissəsi bol. Amma V6 mühərriklərdə yağ sızması, elektrik problemləri çıxa bilər. Dizel versiyaları isə taksi üçün əfsanəsidir, amma tapmaq çətindir təmizini. Gəlin real danışaq. Bu maşın ideal deyil. Ən böyük problemi pas. Qapı altları, arxa qanadları, baqaj hissəsi mütləq yoxlanmalıdır. Elektronik problemlər ola bilər. Şüşə qaldıranlar, panel indikatorları, ABS sensorları sürpriz edə bilər. Avtomat korobka rahatdır, amma yağ dəyişimi vaxtında edilməyibsə problem yarada bilər. Komforta baxdıqda isə 30 il keçib, amma oturan kimi başa düşürsən ki, bu başqa səviyyədir. Qapını bağlayırsan, tank kimi səs çıxarır. Yol izolyasiyası hələ də bir çox yeni büdcə maşından yaxşıdır. Oturacaqlar geniş, yumşaq və rahatdır. Uzun yol üçün əladır. Bu maşın sürət üçün deyil, rahatlıq üçündür. Qiymətlərinə baxdıqda isə hazırda bazarda qiymətlər vəziyyətə görə dəyişir. Ucuz variantları var, amma çoxu yorulub. Təmiz sərgəli saxlanmış W210 tapmaq çətindir. Tapdınsa dəyər, amma ucuz alıb sonra 3-4 min xərc çıxarmaq da mümkündür. Bu avtomobil kimlər üçün uyğundur? Prestij sevənlər üçün, rahat sürüş istəyənlər üçün, klassik Mercedes hissini yaşamaq istəyənlər üçün. Uyğun deyil. Gənc sürət həvəskarları üçün, az xərc istəyənlər üçün, tam problemsiz maşın axtaranlar üçün. Son olaraq nəticə almağa dəyər. Əgər sən maşına dəmir kimi yox, ruh kimi baxırsansa, əgər sənə hiss lazımdırsa, bəli dəyər. Amma ağılla al, ustaya apar, yoxlatdır, pası yoxla, sənədləri yoxla. Çünki yaxşı W210 səni sevindirəcək. Pis W210 isə səni ustaya daimi qonaq edəcək. Bəs sən olsaydın 30 ilin 4 gözünü alardın, yoxsa yeni büdcə maşını seçərdin? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Kanalımıza abunə olmağı və bu videoya like atmağı unutmayın.